Çoxdan da hamının gözlədiyi, bizdən ən azı gündə 4-5 dəfə soruşulan TVS Raider 125 artıq satışdadır. Modelimizin 2023 və 2024-cü illərdən fərqi mühərrikin karburatoru yox, 125 kublu injektor mühərrik olmasıdır. Bundan əlavə TFT ekran görürük. Eco və Power sürüş rejimləri, Smart Xanic Bluetooth-la bağlantı, UBS əylət sistemi 2025-i fərqli edən xüsusiyyətləridir. Modelimizə 30.000 km və ya 2 il zəmanət verilir. Modelimiz bir də, onu deyim, Start-Stop özəlliyi ilə gəlir. 30.000 km və ya 2 il rəsmi zəmanət, xırda detallardan tutmuş ən böyük detallara qədər bütün ehtiyat hissələrinin asanlıqla özümüzdə tapıla bilməsi, ən əsası isə qiymətlərin, hissələrinin qiymətlərinin çox ucuz olmasıdır. Modelin dözümlülüyü və keyfiyyəti barədə düşünürəm ki, danışmağa dəyməz. Bu model həm 2 ildir ölkəmizdə, həm də illərdir xarici bazarda özünü doğrultmuş modeldir. Dözümlülük, tək mühərrik dözümlülük keyfiyyəti yox, ümumi mototsiklin öz dözümlülük keyfiyyəti çox mükəmməldir. Qiymət isə